Ha usta hoş gelmişsin. Salam. Deməli ki, biz o məşhur Dom Sovet deyirdik. İndi hökumət evi də belə onun qabağındakı binadayıq. İnşallah ki, yaxşı insan, yaxşı qardaşın qapısındayıq. Nə bilim, gəldi mənə müraciət elədi. Dedi, mən bax, bir qapını şeylə. Mən də qapını baxdım ki, yeşə uzun qapıdır. Dedi ki, bunu eləyə bilərsən, bizim eləyərəm. İndi inşallah çalışırıq. Yəni, zamok sistemlərini inşallah qoyduq. Belə bir sistemini qoyduq. Açılır da belə istəyim də qardaş. Belə istəyirdim. Yəni, sual elədim ki, bu nədən ötürüdür? Da belə qoyuruq bunu. Bunu biz qoyuruq. Demək olar ki, 90% olmasa da 70% bu səsin üçün qabağını alır. Bakalım. Qaranlıq var. Usta bu nakşı niye götürürsən ay usta? Kardeşim bunu götürməsək biz, o üzdüyü görürsən, hə? O üzdüyü problem olmaz axı. Altında bunu şey yaradar, diskomfort yaradar. Ona görə bunu götürməliyik. Vəssalam. Aydındır. Axı tamamladık qapını. Böyle. Deməli, sən qapının qırağını heç istəmədin. Yok ehtiyac yoktu, kafir vuracağım. Kafir vurduracağım. Yəni biz cəmaata bu haqda məlumat veririk. Belə çəkiliş oradan necə düşür? Yaxşı. Burası. Ünlü qapının görünüşünü dizayn verdik. Bu qapılar hatırladığım hündür qapılardır ümumiyyətlə. Bu qapılar olur 2.18, 2.20, 2.30'a kadar olur. Biz mecbur olduqca bu bizim üzdüyümüzü vurandan sonra ayağına bir arqanını bəzək verdik ki, belə bir qəşəng çıxsın. O da məncə yaxşı çıxır. Böyle. İndi qardaşım da düş belə. Şimdi oradan dur. Qapının da İç tarafı. forması budur. Haradaydık biz? Biz böyle. Köydə Dom Sovet deyirlər. Böyle. Hökumət evinin qabağında. Elinizə sağlıq, ne diyeyim, yani köhnə qapını yeni qapı elədiniz. Söylədim məsələn, necə buldun qapını? Süper, çok sağ ol, mükemmel. Yaxşıdır. İndi qardaşım çəkir içəri. İçəridən də mənə yoxlanış ver. Hatırladım ki, qapının örtülüşü belədir. Kipti böyle. Xoşun gəldi? Böyle. Bağlamışı təkərlə. Böyle. Səndə burada Saşonka beləsindən idi də. Böyle köhnə qayda. Köhnədə o da itib batmışdı heç. Hiç yok idi. Yerdən götür. İndi hər evdə olduğu kimi sən belə bir işi gördün, Allah xeyir versin. Deyik, xeyirdə bərəkət baxdıq. Bileyim, Allah xeyir eləsin bu evə. Minnətdarıq, çox sağ ol. Evladı, toyun görəsən, xeyir Çox işlər sağ ol. görəsən, çox gözəl işlər olsun. Qapındakı bu işlərə şahid olsun. İnşallah cümləmizdən Allah canınızı sağ eləsin. Doğrudan da ki peşəkar çox əziyyətli. Mən öz gözümlə gördüm. Belə videoda baxırsan elə bil ki 1 saatlıq işdir, amma doğrudan da ki çox böyük bir əziyyətdir, amma nəticəsi mükəmməldir. Çox sağ olun. Allah xeyir versin. Sağ olun.